Yaxşı, vektor dedi ki, dinamik massivdir və statik massivlə müqayisədə əsas fərqlərindən biri başlıcası onun ölçüsünün dəyişə bilən olmasıdır. Məsələn, biz int A5 dediyimiz zaman bizim A massivimizin 5 dənə elementi olur və bu 5 element stabil olaraq qalacaq. Yəni onu artırıb azaltmaq olmayacaq. Amma vektorun əsas üstünlüyü onun ölçüsünü dəyişə bilən olmasıdır. Yəni biz vektora ilkin təyinat olaraq ölçü verə bilərik, amma verməyə bilərik. Yəni səsə sadəcə vektor təyin edə bilərsiniz. Onun ölçüsü qeyri-stabil olur. Yəni əgər element əlavə elədikcə onun ölçüsü böyüyəcək. Element sildikcə onun artıq ölçüsü azalmış olacaq. Vektor təyin edərkən bu şəkildə vektor təyin edəcəyik. Vektor int v. Yəni v dəyişənin adıdır. Int statik massivlərdə kimi vektorda da biz elementlərin tiplərini müəyyən etməliyik öncədən. Yəni bu deməkdir ki, vektorumuza yalnız integer elementlər əlavə edə bilərik. Vektor təyin etməkən, vektor üzərində işləyərkən biz vektor kitabxanasını əlavə etməliyik. Bits əlavə edə bilərsiniz. Əlavə olaraq vektor da yazmağınız mütləqdir. Yəni hər hansı birini yazmaq lazımdır. Vektor dedi ki, boş bir dənə artıq belə deyək, bir dənə konteynerimiz var. O konteynerə əlavə eləmək lazımdır elementlər. Vektorun sonuna da, əvvəlinə də elementlər əlavə eləmək mümkündür. Vektorun sonuna element əlavə etmək üçün pushback əmrindən istifadə edəcəyik olar. V.pushback istifadə edəcəyik. Pushback məsələn deyək ki 5. 5 əlavə edirik. Və bir dənə də element əlavə edək. Pushback. Peki 3 də əlavə elədik, 2 də əlavə elədik. İndi hansı şəkildə olacaqlar vektorumuz? B bərabər olacaq birinci 5-ə. Sonra da artıq 2 də əlavə olanda sona əlavə olmuş olacaq uşaqlar. Vektorumuzun sonuna 5 əvvəlcə gələcək, sona 2 əlavə olmuş olacaq. Bu şəkildə sırasıyla əlavə olmuş olacaq. Başqa bir dənə də element əlavə etsək, v pushback yenə də bu şəkildə əlavə edəcəyik. Yəni, məsələn, 8 ya da 7 əlavə edirik. Onda vektorumuzun forması dəyişəcək. 5 olacaq, sonra 2 olacaq, sonra isə 7 gəlmiş olacaq. Bura qədər problem varmış olar. Yoxdur, əla. Sona element əlavə elədik. Gəlin baxaq ki, bəs vektorun əvvəlinə element əlavə eləmək hansı formada olacaq? Onu deyim ki, uşaqlar əvəzən v.pushback. Pushback əməliyyatı O1 əməliyyatdır. Yəni, bir gediş sayılır, bir əməliyyat sayılır time olaraq. Amma vektorun əvvəlinə element əlavə eləmək O-dir. Yəni, zaman olaraq vektorun əvvəlinə element əlavə eləmək səmərəli deyil. Ona görə çox nadir hallarda görəcəksiniz ki, biz vektorun əvvəlinə element artıraq. Sadəcə olaraq ümumi olaraq bildirim ki, vektorun əvvəlinə də element artırmaq üçün biz insert əmrindən istifadə edəcəyik. V.insert. Yazırıq v.begin. V.begin'dən sonra biz vergül yazaraq, məsələn, veririk 9. O demək ki, vektorun əvvəlinə 9 artır. Onda artıq bizim vektorun forması, vəziyyəti olacaq belə bir şey. Yəni, vektorun əvvəlinə gələcək 9 yerləşmiş olacaq. Olacaq 9, 5, 2, 7. Artıq əvvələ gəlir 9. Belə bir şey də mümkündür ki, uşaqlar əvvəlinə yox, məsələn, birinci indeksinə, yəni bu sıfırıncı indeksdir. İndeksmə bəli, burada da sıfırdan başlayır. Sıfırıncı indeks yox, birinci indeksə gətir, məsələn, əlavə elə 15. Onda V-beginə yox, V-begin plus 1-ə və ya plus 2 olacaq ikinci indeksə, plus 5 olacaq 5-ci indeksə. Plus 1 yazdığımız zaman artıq birinci indeksə gəlib 19 yerləşəcək. Yəni, buradakı vəziyyətdə nə olacaq? Biz birinci indeksə əgər 19 deyilsə, sıfırıncı indeks olduğu kimi qalacaq. Birinci indeksə 19 əlavə olmuş olacaq. Yəni, insertlə bu şəkildə soldan birinci, soldan ikinci indekslərə də element əlavə eləmək mümkündür. Amma dediyim kimi, time olaraq bu bizə çox da istifadə edilmiş bir əməliyyat olmayacaq. Vektordan elementləri silmək üçün biz nə edə bilərik? Bunun üçün də pop əmrindən istifadə edəcəyik. Pop back. V.popback eləsək.
Pop back. Onda artıq vektordakı sonuncu element silinmiş olacaq uşaqlar. Məsələn, vektorumuzun son halı belə idi. Pop-back elədiyimiz zaman nə oldu? Sonuncu element silinmiş oldu. 7, yəni silinmiş oldu. Eyni ildə silinmə zamanında biz öndən də elementlər silə bilərik. Amma bu da çox nadir hallarda görəcəyiniz əməliyyatlardan biridir. Bunun üçün v.raise eləmiş olacaq uşaqlar. v.raise v.begin olacaq. Bununla da biz nə edirik? Vektorun əvvəlindən element silmiş olacağıq. Bunu eləyək. Onda bizdə deməli vektorun onsuz da 7 buradan silinmişdi. Bu dəfə də əvvəlindən 9-u silmiş oluruq. Yəni vektorun son halı bu formada olmuş olur. Bu şəkildə vektora elementlər əlavə edə bilərik. Vektordan elementlər silə bilərik. Vektorun elementlərini ümumi olaraq görmək üçün forla, yəni massivdə olduğu kimi gedib baxa bilərik elementlərə. 0-cı indeksdən vektorun sayına qədər elementlərə baxırıq və V-yi deyərək yenə onları çıxışa verəcək. Yəni indeksləmənin də 0-dan başladığını az öncə vurğulamış olduq. Belə 19, 5 və 2 deyə 3 dənə elementimiz bizim bütün əməliyyatlardan sonra qalmış olur. Vektorda başqa biz sort reverse əməliyyatlarını da edəcəyik. Sort eləmək üçün sətirlərdə olduğu kimi v.begin və v.end istifadə edə bilərik. Bu şəkildə vektorumuzu sıralamış olacaq. Təbii ki, azdan çoxa doğru. Onda vektorumuz olacaq hansı şəkildə v2, 5 və 19 formasında olacaq. Və eyni ilə də eyni qaydada reverse istifadə edə bilərik. Yenə v.begin və v.end formasında. Bu da vektoru tərsinə sıralamır, sadəcə olaraq tərsinə çevirir. Yəni vektorumuz hansı formadaydısa, əgər sort yazmasaq biz, onda sadəcə olaraq bunun eynisini götürüb tərsinə çevirir. Sort sonra reverse elədikdə artıq tərsinə sort eləmiş kimi yaranmış olur. 19, sonra 5, sonra 2 formasını alır. Sonra da v.clear-də qeyd edilmiş olur. v.clear nə üçündür? Vektordakı bütün elementləri silmək üçündür. Yəni artıq v.clear yazdığımız zaman vektorumuzun ölçüsü sıfıra düşür və artıq orada heç bir element qalmır.